Doktor, yaşlı xanımsa artıq cinsi həyatı yoxdur və rahat şəkildə bunu qəbul edə bilər. Amma istərdim ki, bu sualda açıqlama verəsiniz. Məsələn, 40 yaşın üzəridirsə, hələ məsələn menstrual sikli varsa, hələ fertil dövrdədirsə, məsələn uşaqlığın sallanması zamanı uşaqlıq götürülürsə, sonradan cinsi həyatda bir dəyişikliklər baş verirmi? Pasiyentdə bir diskomfort olurmu? Çünki bu da xanımları narahat edir. Bayaq dediyim kimi, baxın, uşaqlıq sadəcə döl yetişdirmək və uşaq dünyaya gətirmək üçün bir orqandır. Heç bir hormonal funksiyonu yoxdur. Cinsi aktivitədə, cinsi istəkdə heç bir önəmi yoxdur. Burada əsas rolu yumurtalıqlar üzərində götürür. İstər olsun yumurta hüceyrənin hazırlanması, qadının bütün cinsi istəkləri, bu aylıq periodu hamısını bunu yumurtalıqlar üstləndiyi üçün, digər tərəfdən uşaqlıq yoluna da toxunmur, uşaqlıq yolu da yerində qaldığı üçün heç bir problem yaşanır. Yəni burada bəzən pasientlər deyir isti basma ya da tərləmə, əsəbləşmə, elə bir şey olmur. Yumurtalıqlara toxunmuruqsa, qadında heç bir diskomfort, əsəbləşmə, tər basma, üşütmə, bunların heç biri olmur. Sadəcə hər ay adət halı görməyəcək. Aybaşı olmayacaq və uşaq dünyaya gətirə bilməyəcək, o qədər. Amma bütün hormonal funksiyaları yerində qalacaq. Anurka, verilişimizin sonunda bir təcrübəli mama ginekoloq kimi istərdim xanımlarımıza bu mövzuda elə ümumiyyətlə bir ginekoloq kimi də bir tövsiyələriniz eləsin. Nə qədər mütəmadiliklə müayinə olunmalıdırlar, nəyə diqqət yetirməlidirlər? Ümumiyyətlə, xanımlara məsləhətim, özlərinin qayğısına qalsınlar. Gözləməsinlər ki, kimsə onlara diqqət edəcək. Birinci, özləri özünə dəyər verməlidir. Heç olmasa ildə bir dəfə ginekoloqa müraciət etməlidir. Və lazımdırsa, əməliyyat lazımdırsa, ya da hər hansı bir müalicə lazımdırsa, ya da analiz lazımdırsa, bunlardan qaçırmamalıdırlar. 2 il sonra eləyərəm, 3 il sonra eləyərəm, o uşağı yola verim, nəvəni belə yola verim. Bunları verib özlərinin sağlıqlarını ertələməməlidirlər. Qadın birinci özünün sağlığını düşünməlidir, ondan sonra ətrafdakılarını. Tamamilə razıyam. Çünki bizə sağlam ana lazımdır, sağlam qadın lazımdır. Bizdə necədir? Qadınlar adətən özlərini ailəyə həsr edirlər. Düzdür, son illərdə biraz bu tendensiya bir balaca dəyişib, qadınlar artıq özlərinə əhəmiyyət verməyə başlayıblar. Bu çox təqdirə layiq haldır. Amma adətən elədir. Analar, yəni sonda qadın bir anadır və özünü uşağına, yoldaşına, ailəsinə həsr edir və özü yaddan çıxır. Sağlam ana lazımdır. Sağlam və mutlu ana lazımdır məncə bizə. Qadınlar sağlam olunca, mutlu olunca, inanın onların övladları da, nəvələri də hamısı mutlu olur. Düzdür, düzdür.